Salamlar hər kəsə. Bugün sizinlə müzakirə edəcəyimiz mövzu kristal qəfəsin tipləridir. Kristal qəfəsin tiplərinə baxmamışdan əvvəl maddələrin quruluşuna görə neçə növ yerə ayrılır, ona baxaq. Maddələr quruluşuna görə iki yerə ayrılır. Kristal maddələr və amorf maddələr. Kristal maddələr nə deməkdir? Kristal maddələrdə maddələrin düyün nöqtələrində atom, ion və yaxud da molekullar yerləşir və yerləşən bu molekullar, ionlar nizamlı şəkildə yerləşir. Həmçinin bu maddələrdə dəqiq ərimə temperaturu olur. Amma maddələrdə isə nizamsız yerləşirlər. Nizamsız yerləşirlər və bunlarda ərimə temperaturu olmur. Tədricən yumşalma müşahidə olunur. Məsələn, amorf maddələrə rezini, şüşəni misal göstərmək olar ki, onlar nizamsız yerləşir. Kristal maddənin növlərinə baxaq. Kristal maddənin tipləri 4 cür olur. İon, metal, atom və molekulyar quruluşlu olur. İon kristal qəfəsinə malik maddələrdə düyün nöqtələrində ionlar olur. Müsbət, mənfi ionlar olur. Bu müsbət, mənfi ionlar sayəsində maddələr yüksək ərimə temperaturuna malik olur. Nəyə görə yüksək ərimə temperaturu? Orada müsbət, mənfi yüklər bir-birlərini daima cəzb etdiyi üçün bu maddələrin rabitələrini qırmaq mümkün olmur. Ona görə yüksək ərimə temperaturu olur. Suda həll olurlar, məhlulları isə elektrik cəryanı keçirir. İon kristal qəfəsinə malik maddələr ion rabitələri ilə birləşir. İon rabitəsi bilirik ki, metal və qeyri-metaldan əmələ gələn birləşmələr ion rabitəli olur. Deməli, ion kristal qəfəsinin əsas xüsusiyyətləri yüksək ərimə temperaturu, elektrik cəryanı və suda həll olmasıdır. Bildiyimiz kimi yüksək ərimə temperaturda burada olan ionlar, müsbət, mənfi ionlar bir-birlərini cəzb etdikləri üçün bunların yüksək ərimə temperaturu var. Metal kristal qəfəsində isə metal rabitəli birləşmələr olur. Metal rabitəsini də bilirik ki, metal ionları və sərbəst elektronlar əmələ gətirir və metallar da elektrik və istiliyi yaxşı keçirirlər, döyülə və yaslana bilirlər. Bunlara metallara aiddir, dəmir, mis, alüminium, həmçinin çuqun, ərintilər, çuqun, polad aiddir. Atom kristal qəfəsi. Atom kristal qəfəsində düyünlərində isə sadəcə atomlar yerləşirlər. Atom kristal qəfəsinin ən önəmli xüsusiyyətlərindən biri çox möhkəm olurlar ki, bunlardan biri də almazdır. Almazı qırmaq üçün xüsusi alətlərdən istifadə edilir. Yəni çox sərt maddələr olur. Atomlar çox yüksək, ion rabitədən də yüksək ərimə temperaturuna malik olurlar. Bu maddələr həmişə testlərdə düşür. 8 dənədir, əzbərləməyiniz vacibdir. Silisium, bor, silisium dioksid, silisium karbid, almaz və qrafit, qırmızı və qara fosfor atom kristal qəfəsinə malikdir. Bu 8 dənəni əzbərləsəniz, atom kristal qəfəsinin aid olan maddələri testlərdə yazmaq sizin üçün daha rahat olasıdır. Metal da bildiyiniz kimi metal rabitəli birləşmələrdir. İon da ki, ion rabitəli birləşmələrin ion kristal qəfəsinə aiddir. Molekulyar kristal qəfəsi. Molekulyar kristal qəfəsində isə molekulun düyünlərində, maddənin düyün nöqtələrində molekulyardan ibarət olur. Bu molekulyar kristal qəfəsində Van der Waals qüvvələri, zəif qüvvələrdən təşkil olunduğu üçün aşağı ərimə temperaturuna malikdir, elektrik cəryanını keçirmirlər. İon, metal və atom kristal qəfəsinin tiplərini öyrəndikdən sonra, maddələri öyrəndikdən sonra geriyə qalan bütün maddələr molekulyar kristal qəfəsinə aiddir. Karbon dioksid, ağ fosfor, silisium 8, amoniak və s. H2O və s. kimi maddələr molekulyar kristal qəfəsinə aiddir. Molekulyar kristal qəfəsində kovalent rabitə ilə bağlanırlar və zəif qüvvələr çox zəif olur. İndi isə bunu da qeyd edək ki, ion, metal və atom kristal qəfəsi qeyri-molekulyar quruluşludur. Nə deməkdir qeyri-molekulyar quruluşlu? Yəni düyün nöqtələri molekullardan ibarət deyil, ionlardan ibarətdir. Ona görə bu 3 dənəsi ion, metal və atom qeyri-molekulyar quruluşlu maddələr adlanır.
Molekulyar kristal qəfəsinə malik maddələr isə adından məlum olduğu kimi molekulyar quruluşluya aiddir. Molekulyar və qeyri-molekulyar quruluşlu maddələri müqayisə etdiyimiz zaman qeyri-molekulyar quruluşlu maddələrin ərimə, qaynama temperaturu molekulyar quruluşlu maddələrdən daha yüksəkdir. Nəyə görə daha yüksəkdir? Çünki ionlar olan birləşmələrdə onları qaynaması, bildiyiniz kimi qaynayan zaman, əriyən zaman rabitələr qırılmalıdır. Rabitənin yəni kimyəvi reaksiyanın baş verməsi üçün rabitələrin qırılması lazımdır. Və bu ion rabitə birləşmələrdə isə bu rabitələri qırmaq üçün çox temperatur lazımdır. Və buna görə bunlar daha yüksəkdir molekulyar quruluşlu maddələrdən. Bunların üçünün ərimə qaynama temperaturu molekulyar quruluşlu maddələrdən daha yüksəkdir. Həm də fərq bundadır ki, ion və metal və atom quruluşlu maddələr elektrik cərəyanı keçirirlər. Molekulyar quruluşlu maddələr isə elektrik cərəyanı keçirmirlər. Atom kristal qəfəsinə malik olan maddələr bildiyimiz kimi qrafit elektrik cərəyanı keçirəsidir, digərləri isə keçirməyəsidir. Kristal qəfəsinin tipləri haqqında danışacaqlarım bu qədər idi. İnşallah sizin üçün faydalı olmuşdur.